Əziz həmvətənlər, hörmətli Azərbaycanlılar və bütün türk dünyası. Xalqımız üçün mənəvi və tarixi əhəmiyyət daşıyan bir günü, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi gününü böyük qürur hissi ilə qeyd edirik. Bu gün sadəcə bir təqvim tarixi deyil, milli ruhun, vətən sevgisinin, həmrəyliyin və birliyin təntənəsinin sübutudur. Mən bu tarixin necə yaranmasının şəxsən şahidlərindənəm. 1989-cu ilin dekabrın 31-nə keçən gecə Naxçıvanın Cufa şəhərində qeyd edeyim ki, bura mənim doğulub yaşadığım şəhərdir. Bütün evlərdə sabahki tədbir üçün plan hazırlanırdı. Sabah sərhədlərin sökülməsini necə həyata keçirmək, hər ailədən neçə nəfərin və kimlərin bu əməliyyatda iştirak edəcəyi müzakirə olunurdu. Həmin dövrdə insanlar qırğın törənə biləcəyini gözə almışdılar. Odur ki, qardaşlarım və mərhum atam qiyamda iştirak etməyi, qadınların isə evdə gözləməsini qərarlaşdırdılar. Çox nigarançılıqla onların qayıtmasını gözləməli olsaq da, bəzi qadınlar artıq sərhəddə yığılmışdılar. Çoxunun ürəyində ümid var idi ki, bəlkə qohumları tapılan. Bir çox adamın əlində plakatlar var idi. Yeznəmiz də böyük bir plakata fars dilində babasının adını yazmışdı. Burada, Cufada sökülməsi təsadüfi deyildi. Bu simlər təkcə iki dövləti yox, eyni milləti, eyni xalqı bölməklə yanaşı, eyni şəhəri də ikiyə bölürdü. Yəni, Araz çayı üzərində sərhədlərin sökülməsi tək cənub və şimalda yaşayan soydaşlarımızı qovuşdurmurdu. Həm Cufa şəhərini bütövləşdirirdi. Bu birləşmə Azərbaycan xalqının parçalanmaz ruhunun və azadlıq arzusunun təzahürü idi. Səhər Alatorandan geçsələr də, gedənlərin bir hissəsi günün ikinci yarısında sağ-salamat və xoş əhval-ruhiyyə ilə evlərinə qayıdıb, baş verənlərin böyük həyəcanla və qürur hissi ilə ailə üzvləri və tanışlara danışmağa başladı. Bu mənəvi yüksəlişə cavab olaraq 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunması təşəbbüsü ilə 1991-ci ildə çıxış etdi. Nəticədə bu gün artıq beynəlxalq Azərbaycançılıq ideyasının bayramına çevrilmişdi. Beləliklə, ümumi lider Heydər Əliyevin təşəbbüsü ilə bu tarix rəsmi olaraq Dünya Azərbaycanlılarının həmrəyliyi günü elan edildi. Məqsəd Azərbaycanlıların milli mənəvi dəyərlərini qorumaq, birlik və həmrəylik ruhunu yaşatmaqdır. Bu tarix dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün Azərbaycanlıları bir əməl, bir amal, bir kimlik və bir vətən ətrafında birləşdirən gündür. Xalqı yaşadır. Həmrəylik biz edən dəyərdir. Bugün biz bir daha anlayırıq ki, gücümüz birliyimizdədir. Həmrəy olduqca daha güclü, daha qürurlu və daha inamlı olacaq. Gəlin, bu günü bir çağırışa çevirək. Biz birlikdə güclüyük, biz birlikdə vətənin gələcəyini qururuq.